O sen o. Sağ ol, dövlətin üzrə də bağladım. İndi o göy ki buradan deyil ki dönsən burada bir dənə ev çıxacaq göy ki deyillərə görə. İndi o maşın nə oldu? Nəsə yandıraq. Uy, bu değildi ki belki. Yukarıda gördüm ki bir tane evi vardı. Az yaptık. Kalıpta. Evet, sıxaq. Uyda, qəşəng bir dənə evim var. Deyirlər ki, dədəmdən bu ev miras qalıb mənə. O evin içində belə tokta da var. Bura oturub yandırarıq gecənin bir vaxtı. Ayda nə gözəl gündür. Uyda yataq yeri də var. Həm də burada televizyon da var. PlayStation 5 də var burada. Yox, bu internetdir. Nokia'da özü. Beşe bir tane şey ev. Ama burada da televizyon var. Cümle. Neyse. Burada dostlar. Geçenleri burada oturup keyif ediyor. Yukarıda görürdüm da. Yaşlı günlerde maşında yatırdım. İndi. Burada olmuyor. Burada. Burada böyle. Oturup bir sordu. O yaxşıdır bu. Bəs deyirdi ki orada bir dənə traktor olacaqdı. Görsən o traktor da hardadır? Ona biraz keyf eləyək. Bəs məsələmə buraxaq. Buradan bir dənə keçirmişik. Qalsın. Güclü. Oldu mesela sonradım seni. Yani çıkar ha. Ama güzel. Alo. Ha ne tersiniz? Ama çatıptırıktan. Ha. Burada değil traktör olmalıydı. Oradadır. O marketin yanında. Marketin yanındadır. Ha yaxşı. Davay sağ olun. O deyir ki göğe ki orada sinema görünür mü? Deyəsən. Allah. Yan görək. Hə deyə oradadır sağ ol. O yer adam nə istəməzdir deyə mən ama prosto. Sonra deyərdim. Uy. Onu da öyle. Orada. Oha. Ne büyük de traktör değil mi? Yes. Neyse düşərək Allah bu ne dolu? Yavaş. Bütün tekerler kırılıp tökülüb. Bunu da koyaq. Yan qardaşımız bir söz demək istirdi. Ama sonra öyrənərəm da. Canım. Olaydı 100 kilodu. Bu ne dolu? Ne şu? Ama bu ne olunda da böyle? Sonra şu olmadı. Veya oturmayayım. Yaxşıdır bence. Yuppi bir dənə şey
Traktorum oldu. Yuxuda görürdüm. Yatanda yuxuda görmüştüm. Kasıbçılıqdan maşına yatırdım. İndi gülçümü. Şeyim var ala benim. Nə adı at sən, hə? Gülçümü bir dənə traktor var. Bunu da gətirək qoyaq. Həbri bizim bu da dənəmdən bir rast qalıb. O keçək də doy. Təki elə yerdə qoymuşam ki, traktoru. Sən o maşın yürümək də olmur. Hə. Bu traktoru açaq, qəşəngcələ. Hətdən ne oldu da day? Qaqaş, Allah. Qapıyı bağlayaq. O maşın güllədi. Bunu da bir yere saklayaq ki basını iddat. Hə, çıxaq görüm nələr var, nələr yox. Yuppi, dədəmlər bir rast qalıb, yuppi. Bu bir ev dayım mənimdir, bu ev mənimdir. Ay, Allah, nə oldu? Hə. Bundan sonra evin içini uzatdıq, gəzək. Görün. Oturaq. Kim batdıcı? Burada görəsən Gəlsən qardaşımız nə deməsindir? Dövlət. Görüm nə deyəcək ki? Bu söndürük bir dənə. Burada gözləncəliyim dövlətimizə. Alo qaqaş. Salam. O siz nəsə demək istəyirdiniz. Nə deyəcəkdiniz? Nə? 55.000 borc. Bazaram. O. Yaxşı. Sağ ol. Ay dədə, kart oynamağa yığışdır da ay dədə. Kart oynamağa yığışdır da ay dədə. Gel mafyalarda kart oynayıb. Sonra da 55 manat borc şeyi. O yüzden normali de değil. Day mafyalar benim adımı da bilirler, sanımı da bilirler. Bence mafyalar beni tanıyorlar. O Türk'üm. Bunu yığıştım da oynamaya. Uduzu sonra da deyim ki 55.000 borç zatıyor. Dayı çıx. Gör kimi sonu. Ama ne oldu? Bu şey pis sondu. Pis son nədir? Çok pis sondu. Yani bəxbət sondu bu. Dallıq kasıbçılıqdan ışıqları bari yandıraq da heç olmasa. Cəmaət bilsin ki burada yaşayan var, zad eləyən var. Bəs.
O aslında yaxşıdır. Bir gözəl sonu bəhbət sonu var imiş. Sən Allah bağla. Sən Allah gizlənəcəm. Bunlar yoxsa nəs inşallah gecə evimə gəlməzlər. Yataq. Labit soğusu tanış nömrə deyildi elə ki. Fərqli nömrə idi bu gecə. Bu gecə qaqaş çox nömrə zəng elədi. Nömrə tanışlarımdan deyildi da, yəni tanımadığım nömrələr zad var idi içində. Ha, kimsə Rusca zad idi, Almanca zad idi. Türkçə bildi, Rusca zad. Gecələr zəng elədi bütün maşallah. Gecəm var altında işləməyə gedən aşkı ver. Orada atmışam sən Allah. Onu sanmıram axı. Uzun sazan. Day. Gelin inşallah. Gedək qıtlayama. Gelin. Ne var ha? Gelin. Gecənin vaxtında gelmiş olacağım. Gedək kimsə zəng eləyir. Alo. Buyurun. Hə qaş. Heç xəbərin yoxdur elə şeydən alo. Hə bankalar mənə demişdi o bir vaxt. Ağalım. Yaxşı olsa da mən ödəyəcəyik. Doğuşuna baxıyor bunu. Deyir ki, xəbəri yoxdursa, xəbərin olmalıdır. 2 yoxlayacaq. 2 həftə müddət verdilər. Dərən gedib, yenə karton yiyib. Olub 60k. Yəni 60.000. Üstünə yığılıb. 10.000 daha üstünə yığılıb. Dedilər ki, polisə zəng eləmə. 2 həftəm var. Ne oldu da buna? Onlara bir şeyler satmalıyım. Mesela 2'den bu evi satsam herhalde 2000 3000 zad eləyər. Yox 3000 nədir? Nədir aldı sənə? 20.000 30.000 eləyər hardasa bu ev. Çünki zıqqılıdır bu ev. Maşın satsam eləyər hardasa. Maşın 7.000 zat. Ev 7.000 hə. Traktorda satsam 5.000. Hardasa 10.000 zada çıxar da. Toplam eləyəcək hadi səndə. Az puldur da, az bildiyin az puldur. Narazım. 2 həftə vaxtım var da. Bura həyatda yaşayıram mən ay. Gərək gedib işləməliyəm biraz onun yanında. Neyse. Dostlar bu günlük bura qədər olsun. Yəni bir dənə
oyun çəkdik. Dərs. Bu günlük bura qədər olsun dostlar. Day sağ olun.